Bu cümlə başlayaq ki, İngilis dili çox asandır. Yəni bilirəm ki, bu cümləmə görə bir dəqiqə gəlib indi hamımız asıb kəsəsiz məni, amma ki, həqiqətən İngilis dili asandır. Salamlar hər kəsə, hər kəs kanalıma xoş gəlib. Deməli, mən İngilis dili müəllimi, Məcnun müəllim, deməli. İngilis dilini öyrənmək istəyənlər gəlsinlər bu kanala mütləq şəkildə. Şagirdlərdən tutmuş, universitetdə oxuyanlardan tutmuş. Şagirdlər üçün yaza bilərsiniz yorumlara. Bu ilk videomuzdur. Ona görə sizlərin yorumu ilə gedəcəyik. Ümumiyyətlə bu kanalda sizlərin yorumu ilə gedəcəyik. Nə desəniz İngilis dilini o tərzdən gedəcəyik. Nə öyrənmək istəyirsinizsə şərhlərdə yazırsınız. Mən də onun haqqında videolar çəkirəm. Siz də inşallah ki, gözəlcə İngilis dilini öyrənməyə başlayasınız. Həqiqətən taktikalarından hər bir insanın metodu fərqlidir. Məndə də metod başqa olacaqdır. Sizlərin sayəsində də gözəl İngilis dilini super hər şeyi həll edəcəyik. Sizlər şərh bölməsində tələbələr universitet vaxtı nə çətinlik çəkirsinizsə, onun gözəl taktikasını deyəcəm. Şagirdlər isə sizlər də bilmirəm, imtahanımı istəyirsiniz, sözlərimi istəyirsiniz, nə istəyirsinizsə, onlar haqqında şərh bölməsinə yazın ki, bunlardan çətinlik çəkilir və yaxud da hansının çətinlik çəkirsinizsə, onun sadə yolundan da, yəni 1-2 düstur verəcəm, onun rahatcana o testimi deyim, həmən imtahanımı deyim, həmən şey düzgün tapasınız da 2 dəqiqənin içində. Yəni hər bir şeyin taktikası məndə var, onu həll eləyəcəyik. Yəni hər bir müəllimin taktikası başqadır. Məsələn, baxırsınız ki, kimsə sponsor kimi reklam verir, deyir ki, biz beləyik, biz elə eləyirik. Düzdür, onlar da məsələn, onun da öz ayrı bir metodu var. O da yəqin ki, nə ilə eləyir. Hər bir şəxsə uğurlar arzulayıram. Mən isə məsələn taktikalarla gedəcəyik. Burada taktikalarla 2 dəqiqənin içində rahatcana. Yəni bunu sınamışıq da, yəni hər şey qəşəng nail olmuşuq yaxşı tərəfdən. Ona görə də sizlər videonu axıra qədər izləməyi unutmursunuz. Bax, axıra qədər izləyin. Videonu 30 saniyədən 1 dəqiqə, yarım saniyədən 6 saniyə, 5 saniyəli izləyib buraxmayın. Axıra qədər izləyirsiniz. Like atmağı unutmursunuz. Allah'a əmanətsiniz. Hələlik şərh bölməsində də fikirlərinizi mütləq şəkildə yazın.